الله الرحمن الرحيم آمن الرسول بما أنزل إليه من ربه والمؤمنون كل آمن بالله وملائكته وكتبه ورسله لا نفرق بين أحد من رسله وقالوا سمعنا وأطعنا غفرانك ربنا وإليك المصير السلام عليك أيها العبد الصالح المطيع لله ولرسوله ولأمير المؤمنين. Bismillahirrahmanirrahim. Bugün İmam Zaman Ağanın intizarı, İmam Zaman Ağanın görəcəyi iş nədən ibarət olacaq? İnşallah o barədə istəyirəm Allahın izni ilə, Allahın köməkliyi ilə danışaq. Keçən dəfə dedik ki, intizar halında olan adam, İmam Zaman Ağanın zuhurunu gözləyən adam birinci şərti nədir? Birinci şərt budur ki, o insan başa düşməlidir ki, dünya belə olmamalıdır. Dünya belə olmamalıdır. Dünyanın belə olması ilə barışmamalıdır bu insan. Müasir dünyaya baxaq, yaşadığımız dünya. Bu dünyaya baxaq və özümüzə sual verək, özümüzdən soruşaq ki, biz bu dünyada nədən narazıyıq ümumiyyətlə? Nədir bizi qane eləməyən? Bu müasir dünyada bizim narazılığımız nədəndir? Zülümdəndir, nifaqdandır, günahdan, fəsaddandır və yaxud nədəndir? Bu siyahını uzatmaq da olar. Əvvəl biz müəyyən eləməliyik ki, biz nədən narazı olmalıyıq? Çünki biz intizar çəkənik, bu iddiada yox ki, biz İmam Zamanı gözləyənlərik. Biz əgər bu iddiada yoxsa, əvvəl müəyyən eləməliyik ki, nə pisdir? Nədən narahatıq biz? Vaxt olsaydı, bugünkü məclisdə, mən sizə deyərdim ki, geniş bir siyahı yazın, bugünkü dərdlərimiz nədir? Və o dərdlərin içindən bir dənə əsasını seçin. Ki, əsas dərdimiz nədir? Dünyanın dərdimiz deyəndə mən bugün bəşəriyyətdən danışıram. Hansısa bir cəmiyyətdən yox, bütün dünyadan, bəşəriyyətdən danışıram. Bəlaları yazaq, onların içindən birini seçək ki, o nədir ki, o olmasa hamısı düzələr, hər şey düzələr. Əsas məsələ budur. Bəşəriyyətin bugün ən əsas dərdi nədir? Və bunu müəyyən eləmək lazımdır. İmam Zamanı başa düşmək üçün. Olduqca geniş, mürəkkəb bir mövzudur ki, mən məcburam bir 15-20 dəqiqədə bu mövzunu açıqlayam. Mənim işimin çətinliyi budur. Keçən dəfə dedim, siz də gərək kömək eləyəsiniz ki, çox diqqətli olasınız ki, mən nə ki istəyirəm deyəm, onu çatdıra biləm sizə. Bəşəriyyətin ən əsas dərdi nədir bugün? Ən köklü məsələ nədir? Bunu tapmaq lazımdır. Ağıllı adam o adamdır ki, əsas dərdi tapa bilsin. Ağıllı adam bu adamdır.
Ağıllı adam o adamdır ki, əsas dərdi tapa bilsin, o dərdə əlac eləsin və o dərdə əlac eləməklə bütün dərdlər sağalsın. Əxlaq məsələsində də belədir, fərdi məsələ, mənəvi məsələdə. Bir insan istəyirsə bütün günahları, pislikləri tərk eləsin, gərək o günahların bir kökü var, onu tapsın. O kökü uzaqlaşdırandan sonra pisliklərin hamısı insanını tərk eləyib gedir. Yaxşılıqlar da belədir. İstəyirsənsə yaxşılıqların hamısına sahib çıxasan, onun bir kökü var. O kökə sahib çıxanda o özü bütün yaxşılıqların hamısını gətirir bizim üçün. Bir yaxşılıq var ki, yaxşılıqların anasıdır. Onu qəbul eləyəndə minlərlə yaxşılığı bir anın içində gətirir özü ilə. Kim bu əsas məsələni tapa bilməsə cahil adamdır. Nadan adamdır. Kim yaxşılıqları və pislikləri tanısa, amma onların içində əsasını tapmasa, o heç yana çata bilməz. Əsas yaxşılıq ki, bütün yaxşılıqların anasıdır, o hansıdır? Əsas pislik ki, bütün pisliklərin anasıdır, o hansıdır? Bunları insan tapmalıdır, bilməlidir. Bu dərdə əlac eləmək istəyən adam. Mənəvi mənada hələ götürək. Özünü sağaltmaq istəyən insan bu əsası tapmalıdır. O əsas düzələrsə hər şey düzələr. Allahın məgər məntiqi budur öz bəndələri ilə ki, minlərlə yaxşılığı Allah qoysun bizim qabağımıza. Desin ki, yaxşı adam olmaq istəyirsənsə bu minlərlə yaxşılığı bir-bir mənimsəməlisən. Yaxud pislikləri qoysun qabağımıza. Desin, yaxşı adam olmaq istəyirsənsə bu minlərlə pislikləri bir-bir tərk eləməlisən. Axı buna ömür çatmaz. Ömür çatmaz. Bütün yaxşılıqları bir-bir tək-tək mən mənimsəməyə çalışsam, ömrüm bəs eləməz mənə. Bəlkə bu yaxşılıqların içində bir dənəsi var ki, o anasıdır bütün yaxşılıqların. Onu insan əldə eləməklə hamısı gələcək insana tərəf. Və bəlkə bu pisliklərin içində də eləsi var ki, onu tərk eləməklə hamısını tərk eləyəcəksən. İndi gələk cəmiyyət bəhsinə, ictimai məsələyə. Cəmiyyəti islah eləmək üçün bugün bəşəriyyət çox dərdləri var. Biz də deyirik ki, biz bu bəşəriyyətin bu vəziyyəti ilə narazıyıq. Biz İmam Zaman gözləyirik. Biz burada oturanların hamısı bu iddiadadır. Bu bizim etiqadımızın əsaslarından biridir. İndi mən sual verirəm ki, yaxşı, biz cəmiyyəti islah eləmək istəyəndə nədən başlamalıyıq ümumiyyətlə? İnsanlıq, bəşəriyyət özünü düzəltmək üçün nədən başlamalıdır? İqtisadiyyatdan, mədəniyyətdən, nədən? Adət ənənələrin islahından, bunu bilmək mühümdür. Ki, bir cəmiyyət istəsə düzəlsin, nədən başlanmalıdır? Dərdi çox ola bilər, amma o hansı açardır ki, ondan bütün dərdlərə dərman tapılar. Bugün bəşəriyyətin əsas dərdi nədir? Bəşəriyyətin əsas dərdi nədir? Bugünkü moizədə neçə dəqiqədə bu xütbədə istəyirəm bunu tapaq, aşkar eləyək. Bugün bəşəriyyətin əsas dərdi nədir? Bəşəriyyətin əsas dərdi budur ki, səhv düşünür, tərzi təfəkkürü səhvdir, düşüncəsi səhvdir, təbii. Bəşəriyyətin düşüncəsi səhvdir, amma əsas dərdi budur. Niyə bugün insanların çoxu düz düşünmür, səhv düşünür? Niyə? Bunun kökü var. Kökü haradadır, hara gedib çıxır? Din nə deyir? Din deyir ki, dinimizin məntiqi budur ki, insan düşünərsə, fikirləşərsə haqqı tapar, həqiqəti tapar. Bəs niyə çoxu səhv düşünür, bu həqiqəti tapa bilmir? Nəsə bir səbəb olmalıdır ki, qoymur insanları rahat düşünsün. O səbəbi tapmalıyıq. Allah insan yaradıb onu tanısın, ona ibadət eləsin, amma insanların çoxusu düzgün düşünüb tapa bilmir. Bu necə dindir? Bu necə dindir ki, insanlar onu çoxusu dərk eləyə bilmir, tapa bilmir. Bəlkə nəsə bir səbəb var ortada ki, insan düşünə bilmir. Nəsə bir maniyə var, qoymur düşünməyə insanları. Bugünkü gündə bəşəriyyətin əsas dərdi səhv düşünməkdir. Gərək kökünü tapaq ki, bugün niyə 5 milyard, 6 milyard insanın çoxsu düz düşünmür? Bunun nəsə bir kökü olmalıdır. Təbii ola bilməzdir bu.
Allah mümkün deyil insan yarada çox bu qədər fikir baxımdan azğınlığa düşər ola. Təbii qalsa, öz yerində qalsa. Bəziləri deyir ki, bugün bəşəriyyətin ən əsas dərdi fəsaddır, əyləncədir, keyfdir, eyş-işrətdir. Bəli, bu da var. Bəşəriyyət əxlaqsızlıq dərəsinə yuvarlanıb, bu şəksizdir. Hamı gileylənir. Mən neçə dənə qərb aliminin fikrini sizə deyirəm. Bu İslam alimləri deyil, müsəlman deyirlər bunlar. İngilis yazıcısıdır, Huxley adında. Deyir, müasir insan kimdir? Bu zamanımızın insanını tərif eləyir. Deyir, müasir insan yaxşı yiyən, yaxşı içən, yaxşı geyinən, üzr istəyirəm, cinsi baxımdan təmin olunmuş bir varlıq insandır. Bugünkü dünyanın insanı budur. Bu insan öz mən hissini itirmiş bir varlıqdır. Əlbəttə istisnalar var, yəni bu ümumi zamanın insanına tərif verir. Sonra deyir, bugünkü dünyanın insanının əsas şüarı nədir? Deyir, əsas şüarı budur ki, bugünün əyləncəsini sabaha qoyma. Nə qədər fürsət var, bugün əylən, bəlkə sabah şans olmadı, fürsət olmadı. Bu zamanın insanıdır. Özü yazır ki, bugünün insanının xoşbəxtliyi əyləncədən ibarətdir. Onda xoşbəxt olur ki, əylənir. Dünya belədir. Dünyada Avropaya gedəsən, insanların xoşbəxtliyi bundadır. Hara gedəsən belədir. Bu aydın məsələdir. Bugün fəsad problemdir, əxlaqsızlıq problemdir, eyş-işrətə yönəlmə, əyləncəyə yönəlmə problemdir. Amma bəşəriyyətin əsas problemi budur, yoxsa bunun da bir kökü var. Bəli, bu da bəşəriyyətin əsas problemi deyil. Axı Allah yaradan insan niyə belə bir varlığa çevrilir ki, eyş-işrətə gedir? Bu mənim təbiidir, belə olmalıdır. Mən uzatmaq istəmirəm bəhsi. Bir saat burada oturub sizlə, heyf ki, bu dərsdir, elmi mühitdir, bu xutbədir. Amma oturub bir-bir sizlə müzakirə eləyərdik. Siz bir-bir bu dərdləri deyərdiniz, sonra bir-birimizə sübut eləyərdik ki, əsas dərd budur. Başqa bir şeydir. Bir-bir bu dərdləri sadalayardıq, minlərlə dərdimiz var, bəşəriyyətin. Sonra nəticəyə gələrdik ki, xeyr, əsas dərd bu deyil, başqa bir şeydir. Bəziləri deyir, bəşəriyyətin bugün əsas dərdi texnologiyalardır. Deyir, Allahsız cəmiyyətin yaratdığı texnologiyalar bəlalar açır insanların başına. Bütün ekoloji fəlakətlər, iqtisadi böhranlar, mənəvi aşınma bu texnologiyaların nəticəsidir. Amma təbii ki, texnologiyalar bugünkü əsas bəla ola bilməz. Problem texnologiya deyil. İmam Zaman dövründə də texnologiya olacaq, elmi texniki tərəqqi olacaq. Bugün elm hansı həddədir? Hədis buyurur ki, o gələnəcən elmin 26 hərfindən, bilmirəm bu bölgü nəyə əsasəndir, şərti bölgüdür təbii ki. 26 hərfindən biri o zamana qədər bəlli olar, 25-ini o aşkar eləyər. Görün, onda elmi texniki tərəqqi hansı həddə çatacaq? Texnologiyalar nə dərəcədə inkişaf eləyəcək? O zamanda da olacaq. Deməli, texnologiya dərddir. Bəs nədir bəşəriyyətin əsas dərdi? İstəyirəm sualımın cavabını çox yubatmadan sizi verim ki, vaxtınızı çox almayayım. Quran bir cümlə ilə cavab verir. Quran məntiqinə müraciət eləsək, Quran bu sualın cavabını bir cümlə ilə deyir. Buyurur ki, bəşəriyyətin ən böyük dərdi tağutdur. Tağut nədir? Tağut nədir? Tağut qeyri-ilahi, qeyri-insani düzən. O düzən ki, qeyri-insanidir. Zalim düzən ki, bugün dünyaya hakimdir. O düzən bəlaların anasıdır. Dünyanı idarə eləyən sistem xarabdır. Quran bunu təqdim eləyir. Bəşəriyyəti idarə eləyən sistemin problemi var. O sistem bütün fəsadları dalıcan gətirir. Bugün dünyanı idarə eləyən sistem və onun arxasında dayanan sərmayə və zalim sərmayədarlıq sistemi bugünkü və hər zamanki bəlaların anasıdır. Bütün dərdlərimizin kökü budur. Olardı ki, texnologiyadan sui-istifadə eləyir, bəla açır insanların başına. Olardı ki, insanların içində yanlış düşüncəyə rəvac verirlər, qoymurlar insanlar düşünsün. Sözün əsl mənasında bugün dünyada insanları
Qərbdə, hər yanda düşünməyə qoymurlar. Düşüncə imkanını əlindən alıblar. Təbliğat vasitəsilə insanları idarə olunan robot halına gətirib çıxardıblar. İnsanlar proqramlaşdırılmış maşınlara bənzəyirlər. Müasir cəmiyyətin tərifində deyirlər, biz informasiya cəmiyyətində yaşayırıq. Bir fransız mütəfəkkiri deyir ki, biz müasir quldarlıq dövründə yaşayırıq. Bu quldarlıqdır, amma onun müasir növüdür. Keçmiş quldarlığın əlamətləri cəmiyyətdə görünürdü. Qamçı ilə dayanırdılar qulların başının üstündə. Qamçı ilə döyə-döyə onları nəyəsə vadar edirdilər. Fironun ehramlarını tikəndə insanlar vadar olurdular. Qamçı ilə onları döyə-döyə iş gördürürdülər. İndinin qamçısı görünməz qamçıdır. O nə qamçıdır? O təbliğat, informasiya. İnformasiyanın insanlara təlqin elədiyi həqiqətlər. Bugünkü quldarlıq deyir, həmin o alim yazır. Deyir ki, mən səni məcbur eləməyəcəm. Amma elə eləyəcəm ki, sən özün istəyəcəksən. Sənin ürəyivə yol tapacam, beynivə, şuruva yol tapacam. Mən istəyən kimi düşünməyə səni məcbur eləyəcəm. Sən özün də bilmədən mən istədiyimi istəyəcəksən və mən istəmədiyimi istəməyəcəksən. Bugün kütləvi informasiya vasitələri dünyada baxın, insanların fikrini onlar formalaşdırır. Onları kim idarə edir? Onları o qüdrətlər idarə edir. Həmin o tağut idarə edir. Qərbdə, qərb dövlətlərində deyirlər, cəmaat azad seçkidə iştirak edir. Amma əvvəl onlar qərar verir ki, kim seçiləcək. Qərar verəndən sonra sərmayə yönəlir onun təbliğatına. Ondan necə istəyirlər cəmaata təqdim eləsinlər, nə düzəltsinlər, təsəvvürlərdə onu düzəldirlər. Cəmaat onun həqiqətinə yox, onun düzəldilmiş yanlış şəklinə gedib səs verir. Əslində bu icbaridir, amma insanlar bilmir, elə bilir ixtiyarı oldu. Çünki onun arxasında nə qədər iş var. Birini yaxşı təqdim eləmək sərmayə əllərindədir, informasiya vasitəsi əlindədir. Cəmaat necə adamı bəyənər? Cəmaat necə adamı bəyənər? İctimai rəy nəyi istəyir? Onu vermirlər. Ona oxşar bir şey düzəldirlər. Cəmaat elə bilir ki, bu onun istədiyidir. O, onların əlindədir. Bu fikirlərin idarə olunmasıdır. Başqalarından demokratiya tələb eləyirlər. Amma müasir, belə deyək, demokratik totalitarizmin əlamətləridir bu. Yanlış fikir bugün dərddir. Amma əsas dərdi deyir insanların. Bu yanlış fikri yaradan var. Qoymur insanlar düşünsün. Bax, əsas dərd odur. Dərdlərin anası odur. Siz diqqətlə baxın. Yəni o qərb kanallarının hərdən xəbərlərinə baxın. İstənilən ölkəni qara rəngdə təqdim eləmək əllərindədir. İstəsə desin ki, Azərbaycanlılar vəhşidir, ermənilər məsələn humanistdir. Onu birbaşa demir, elə şəkildə təqdim edir ki, ictimai rəydə bu fikir formalaşır. Özləri də bilmədən. Kimi necə istəyir, elə təqdim edir. 100 dənə nümunə sizə gətirərdim vaxt olsaydı, yüzlərlə nümunələr var ki, qoymurlar sərbəst düşünməyə. Düşüncə azadlığı veriblər, amma özlərinə lazım olan çərçivədə. Kim cürət tapıb o çərçivəni yarmaq istəyirsə, əzirlər dərhal. 100 dənə nümunə var qərb dünyasında bu şeylərə. Bəlaların kökü əxlaqsızlıq və fəsaddır. Onu yaradanlardır. Bəlaların kökü budur ki, insanların bəzisi kafirdir, küfür bugün bəladır. İmam Zaman ona görə zuhur eləmir ki, insanlar kafirdir. Elə bil ağadan soruşuruq ki, sən niyə zuhur eləmirsən? Cavab verir ki, insanların çoxu hələ kafirdir. Biz də deyərik ki, ağa, bəs sənin işin elə budur ki, gələsən kafiri mömin eləyəsən. O da cavab verir ki, yox, gərək özləri olsunlar, dində məcburiyyət yoxdur. Biz də cavabında deyərik ki, əgər belə olsa, onda qaldı haçana bilinmir. Bu öz xoşuna, yəni heç bir təsir olmadan bu şəraitdə bu mümkünsüz bir şeydir. O küfrün kökü var.
Cəmaatı niyə kafir edirlər? Cəmaatı təbii öz ixtiyarında qoysun, çox az sayda insan kafir olar. İmam Zaman o küfrün kökünü aradan aparacaq. O kök nədir? O kök tağutdur. Bu sözü öyrənin. Tağut Quranın dediyi sözdür. Yəni zalim düzən, onun arxasında dayanan qüdrətlər. Bütün dərdlərini siz oturub bir-bir sayısınız, əlinizi hansı bəşəriyyətin dərdinin üstünə qoysunuz, mən sizə sübut eləyərəm ki, onun arxasında tağut dayanır. Bir-bir o dərdlərin siyahısını yazaq, hansının üstünə barmağınızı qoyun, oturaq bir yerdə sübut eləyək ki, o arxasında dayanan tağutdur onun əsası. Ayətül Kürsi Quranın ən əzəmətli ayəsidir, hədisdə var. Bir adamı istəyirsən İslamla tanış eləyəsən, Ayətül Kürsünü göstər ona. İctimai və fərdi məsələlər var. Bir ayə var, siz çox görmüsünüz, istəyirəm o ayə üzərində düşünək. Çünki Ayətül Kürsünü möminlərin çoxu əzbər bilir. Çox əməllərdə var, üstündə gəzdirmək var. Ayətül Kürsü çox müqəddəs ayələridir Quranın. Axırıncı ayəsinə diqqətinizi cəlb eləmək istəyirəm. Buyurur, vəlləzinə kəfəru avliyauhumut tağut. Buyurur, kafirlərin əsas dərdi nədir? Bu yaxdan əsas dərddən danışırıq. Kafirin əsas dərdi kafir olmaqdır, bu ayəyə əsasən. Kafirin əsas dərdi bu deyil ki, kafirdir. Kafirin əsas dərdi nədir? Avliyauhumut tağut. Dərdi budur ki, tağutun itayətindədir. Tağut ona hakimdir. Yəni bu düzən ki var dünyada, odur əsas bədbəxtçilik. Bu düzən neynir? Dalıca buyurur. Buyurur, yuxricuhum minən nuri ilə zulumat. Onları nurdan çıxardır, zülmətə salır. Gördünüz, tağut elədi bunu. Öz başına qalsa yox. Əlləzinə kəfəru avliyauhumut tağut yuxricuhum minən nuri ilə zulumat. Onları nurdan zülmətə çıxardır. Dalıca nə buyurur? Ulaikə əshabun nar hum fiha xalidun. Onlar cəhənnəm əhlidir, orada əbədi qalacaqlar. Ayə necə açıq bildirir bizə? Kafir olmaq cəhənnəmə getməyə kifayət eləmir. Əlləzinə kəfəru, kafirlər. Sonra gəlir avliyauhumut tağut. Ortada tağut var. O tağut neynir? Yuxricuhum minən nuri ilə zulumat. Odur ki, bunları nurdan zülmətə çıxardır. Nəticədə belə olur. İmam Zamanın əsas işi gəlib o tağutu aradan aparmaqdır. O tağut ortadan qalxsa, əlləzinə kəfəru olacaq əlləzinə amənu. Bu kafir çevrilib olacaq mömin, onu öz başına qoysun, rahat bıraxsın. İmam Zamanın əsas işi budur. İmam Zaman əmniyyət gətirəcək, sabitlik gətirəcək, yox. İmam Zaman ədalət gətirəcək, yox, ilk növbədə. İmam Zaman mənəviyyət gətirəcək, yox. Tək başına adam ədalət gətirə bilər. Bir adam tək başına. İmam Zaman ədalət gətirməsi üçün gərək bütün dünyanın insanları əl-ələ verib ona kömək eləsinlər. Cəmaat kömək eləmək üçün nə lazımdır? Gərək başa düşsünlər ki, zülm nədir. Gərək başa düşsünlər ki, ədalət nədir. Buna imkan verməyən düzən var, qoymur insanlar başa düşsün. İmam Zaman gələn kimi o düzəni aradan aparandan sonra insanlar əl-ələ verib ədalət bərqərar eləyəcək. Bir zəncir var bugün bəşəriyyətin beynində, qoymur sərbəst düşünməyə. İmam Zaman o zəncirləri qıracaq, bəşəriyyət sərbəst düşünəcək, ədalət, mənəviyyət, hamısı onun dalıca gələcək. Elə bilirsiniz necə olacaq? İnsanlar sanki yuxudan oyanacaq. Deyəcək ki, hə, doğrudan da beləymiş. İmam dedikcə deyəcək, hə, beləymiş. Niyə biz bunu bu sadə şeylərin deyəsən görmürdük? Çünki özümüzdən xəbərsiz qoymurdu. O tağut ki bugün dünyaya hakimdir, o düzən, o sistem ki dünyaya hakimdir, sərbəst düşünməyə imkan vermirdi. İnsan ona görə sadə şeyi görsən başa düşmür. Çünki beyin xarab olur. Qoymur. Hər an təsir qoyur. Qərbdə gənclər fəsada niyə yönəliblər? Bu niyə Qərbin əsas çətinliklərindən biri mənəvi böhrandır? Məyər bir gənc oğlanı rahatdır fəsada yönəltmək? Axı, gənc fitrəti təmiz bir varlıqdır. Necə olur ki, bu qədər eyş-işrətə qərq olur? Onun üstündə bir nizam var ki, buna şərait yaradır. Göydən yerə fəsad yağır,
Qaçmaq olmur. Odur ki, insan bir adamı fasid eləmək elə bilməyin o qədər asan məsələdir. Xüsusən gənc adamı. Gənc fitrətən fəsadı qəbul eləmir. Onu orada təbliğ edirlər ki, cəmaatın, cavanların başı ona qarışsın, rahat düşünə bilməsin. Sonra gedib başqa ölkələrdə xalqları əzsinlər, vətəndaş da başa düşməsin, nə baş verir. Dindarlıq bugün bu qədər çətindir ki, sən söhbətdə dedik. Ona görə ki, sərbəst düşünməyə qoymurlar. Bugün bizim dünyamızın, bəşəriyyətin əsas bir dərdi var, o da tağutdur. Bunu başa düşdünsə, əla. Başa düşmədinsə, heç nə başa düşməyib insan. Niyə insan haqlarına riayət olunmur? Cavab budur ki, bəşəriyyətə tağut hakimdir. Fikir verin, birinci, ikinci, üçüncü imamımız. Əleyhissalam, İmam Həsən, İmam Hüseyin. Niyə dini təbliğlə məşğul olmadılar? Maariflə, təbliğlə niyə məşğul olmadılar? Əvvəl o tağutla, düzənlə mübarizə apardılar. Çünki ummul fəsad, fəsadın anası odur. O sistem aradan getsə təlim, tərbiyə işi asanlaşacaq. Gördülər ki, alınmır. İmam Hüseyni öldürəndən sonra, bu iş alınmayandan sonra sonraki imamlar başladılar təlim, tərbiyədə. Əlaz qalmadı. Əlaz qalmadı, başladılar təlim, tərbiyə işinə. O təlim, tərbiyə işi çox az təsir qoyur. Amma 3 imam o düzənlə mübarizə apardılar. İmam Zaman ağa gəlib inşallah bu düzəni aradan aparacaq. Yaxşılıqlar yayılacaq dünyaya. Sən bir-bir say, ədalət, əmniyyət, mənəviyyat, filan. Onu bir cümlə ilə demək istəyirsənsə, denən ki, İmam Zaman vilayəti bərqərar olacaq. Vilayət bütün yaxşılıqları gətirəcək. Ona görə də İmam Zaman zorla insanları dedi keçən dəfə, haqqa məcbur eləməyəcək. La ikraha fiddin, dində məcburiyyət yoxdur. İmam Zamanın barəsində hədislərdə var, zor mövzusu var. Amma zor zülmə qarşı yönələcək, sadə insanlara qarşı yox. Qərb insanlarına qarşı yox. Deyirlər, Avropa insanları, yəni xristiyanlar kütləvi şəkildə İslamı qəbul edəcəklər, hədisdə var. Ən tez onlar gələcəklər haqqa, həqiqətə. İmam Zaman bəşəriyyəti qırmağa gəlmir, bəşəriyyəti azad eləməyə gəlir. Bir dəstə insan, mən bu misalı demişəm, elə bir ki, bir kəndin, şəhərin əhalisini su ambarı var, bir dəstə silahlı adam gəlib dayanıb, o sudan məhrum edir insanları. Din bugün bu vəziyyətdədir. İmam zuhur eləyəndə onları yolun üstündən çəkəcək kənara, su gələndən sonra da öz axarı ilə gələcək, insanlar hamısı ondan faydalanacaq. O səddi dağıdacaq. İmam Zaman haqda zordan danışılırsa, mübarizədən danışılırsa, o səddə qarşıdır, insanlara qarşı yox. İmam Zamanın hansısa yalancı təbliğatla insanları dəvət eləməyə ehtiyacı olmayacaq deyə İmam Zaman bir Hollywood yaradacaq, İslami Hollywood. İndi onlar hansı yollarla fəsada çəkirdilərsə cəmaatı, İmam həmin yollarla haqqa çəkəcək, xeyr. İmam Zaman o yanlış vasitələri aradan apardıqdan sonra da ifrat artıq təbliğata da heç ehtiyac olmaz. Onda rahat insanlar hamısı bir qibləyə dayanıb namaz qılarlar. Düşüncədən zəncirlər qalxarsa əgər, insanlar rahat başa düşərlər. Pislər yaxşı olacaqlar. O zamanda da pis adamlar olacaq, şübhəsiz. Amma o pislər də yaxşıları pis eləyə bilməyəcəklər. Çünki qüdrətləri olmayacaq. Özünə pis olacaqlar. Mən sözümü tamamlayıram. Bir sual verirəm, siz bir həftə Allah ömür versə, bizə qismət eləsə, düşünün bir həftə, o sualın özünüz cavabını tapın, mən də deyərəm, o cavabı uzlaşdırarsınız, görərsiniz, düz tapmısınız ya yox. Bir halda ki, İmam Zaman gəlib bu düzəni aradan aparacaq və düzən aradan gedəndən sonra insanlar azad olub həqiqəti tapacaqlarsa, o tağutu aradan aparacaqsa, bəs niyə indi gəlmir məsələn? İş düzəni aradan aparmaqdırsa, nə fərqi var? Bugün oldu, o sabah oldu, 5 il sonra, 100 il sonra. Əgər iş düzəni aradan aparmaqdırsa, o düzənlə mübarizə aparmaq üçün bugün niyə zuhur eləmir? Niyə o hansısa bəlli bir vaxt olacaq? Ümumi cavab verməyin ki, gərək bəşəriyyət hazır olsun. Yəni nə? O hazır olsunun cavabını tapın. Özünüz, mən sizdən dərs keçmirik ki, bu sualın cavabını istəyəm. Hamı özü üçün bu cavabı tapsın, gələn həftə mən danışaram, uzlaşdırarıq, nəticə hasil eləyər inşallah.